Demək uşaqlar, qaldıq 8-ci testdə. The boy feeds the birds in the park every day. Baxırıq ki, bizim mübtədamız boydur. Boyu atmışıq. Variantlardan onsuz da atmışıq. Baxırıq feeds. Feeds indiki zamandadır. Feilin sonunda çünki ses var. Ses olmasa belə I, you, we, they və cəmlərdə boşluq da ola bilər. Normal feed də ola bilər. Üçüncü şəxsin təkində s mütləqdir. Feilin sonundakı zaman şəkilçisi. Demək, baxırıq ki, feilimiz indiki zamandadır. Demək ki, mənə are fed ya da is fed lazımdır. The birds-ü gətirib qoyuram önə. İndiki zaman olduğu üçün də verirəm are fed in the park every day. A variantı səhvdir çünki mənim feilim feed, fed, fed deyil. Yəni fed deyil, keçmiş deyil. C variantı niyə səhvdir? İndiki davam edicidə deyil. D variantı niyə səhvdir? Mənim feilim keçmişdə deyil. İndikidə də ona görə were verə bilmərəm. Y variantı niyə səhvdir? Çünki orada bitmiş var. Mənim də feilim have been, has been, haven't, have fed, has fed deyil. Sonra 9-da The hunters caught, mən baxıram ki, feilim keçmişdədir. Hunters variantlardan atıram. Yəni A variantı gedir. Baxıram feil keçmişdəsə were caught, was caught lazımdır. Z yəni gətirib qoyuram önə. B və C variantlarını silirəm. Çünki B variantında has caught-dur, bitmiş deyil. C variantında is caught-dur. Mənim feilim yuxarıda keçmişdədir. Is caught verə bilmərəm. D variantı was caught by the hunters elə D variantıdır. Y niyə deyil? Çünki biz dedik ki, was been, were been yoxdur.